Sabahın xeyir olsun Jalə, sən də eşidirik, istəyərdik ki, məlumatı sən ötürəsən. Buyur Jalə. Təşəkkür edirəm. Mən də sizi və telesər izləyicilərimizi salamlayıram. Sabahınız xeyirli olsun. Bəli, hazırda Mərkəzi Parkdayıq. Burada Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə səhər idman layihəsi çərçivəsində tayçı təlimləri həyata keçirilir ki, elə kadrdan da gördüyünüz kimi təlimə müxtəlif yaş qrupları üzrə iştirakçılar qatılıb. Həmçinin təlim haqqında daha geniş məlumatları, eyni zamanda təlimin bu idman növünün sağlamlığa təsirləri barəsində ətraflı məlumatları bizimlə birgə birbaşa bağlantıda olan müsahibimiz təlimçi İlqar Yusifov çatdıracaq. İlqar bəy, sabahınız xeyir olsun. Ətraflı məlumatları sizdən eşidək. Sabahınız xeyir olsun. Biz buradan qədim Çin tayçi üslubu ilə məşğuluq. Tayçi bütün dünyada əlavə terapiya və reabilitasiya üsulu kimi yayılıb və ancaq yaşlı insanlar yox, eyni zamanda biznes adamları, ofis əməkdaşları bu gözəl növdən faydalanırlar və tayçinin əsas faydası nədir? O sizi yavaşlayır, yavaş yumuşaq hərəkət vasitəsilə sizdə həm fiziki və emosional olaraq sakitləşirsiniz, həm də mənəvi olaraq elə bir ki, mental formada siz sakitləşirsiniz. Yəni, fikir axını azalır, konsentrasiya çoxalır. Bu da böyük şəhərdə yaşayan, xüsusilə şəhərin paytaxtında yaşayan insanlar üçün çox vacibdir. Bu təlim paytaxtın başqa hansı ərazilərində təşkil olunur? Hal-hazırda 3 parkda fəaliyyət göstəririk. Dədə Qorqud Parkı, Mərkəzi Park və Zabitlər Bağı. Təşəkkür edirəm ətraflı məlumatlarınız üçün. Belə, bizim isə buradan çatdırmaq istədiyimiz informasiyalar bundan ibarətdir. Sözü yenidən studiya ötürürəm. Biz davam edirik, təşəkkür edirik Jalə. Çox sağ ol ətraflı məlumat üçün.